Oyun haqqında çox çətin oldu. Özünüz də gördünüz ki, səhvlərimiz oldu, səhvlərimizdən qol buraxdıq. Oldu ki, oyun başlayanda Inter bizdən çəkinirdi. Necə deyə, futbol səhv üstündə qoyubsa, öz səhvlərimizdən qol vurdular. Inter bizdən hələ də güclü deyil. Amma ikinci hissədə Neftçi daha çox çəkinirdi. Çəkinmirdi, biz hesab saxlamağa çalışırdıq. Çünki biz elədiyimizi eləmişdik, biz finalda Inter əziyyət çəkirdik. Yəni bu oyunda Neftçinin daha güclü oynadığını demək istəyirsən? Yox, oyun bərabər idi. Birinci time biz güclü ola bilərdik. Ola bilərdi, yox, biz güclüydük. Amma ikinci time müdafiə çəkildi, futbol Inter yaxşı oynadı. Amma kənardan daha çox yəni Interin güclü olduğunu görürük. Kənardan hər şey asan görsən. Əsas çərdə. Bir dənə söz soruşum, yəni Neftçini yetirməzsən, gənc futbolçusan, birinci oyunda belə deyək də təzə-təzə uyğunlaşırsan komandaya. Nə istər keçirdin yəni bu Inter üçün? O elə istərdi ki, o istər sözlərlə mənə qədər demək olmaz. Biz finala çıxdıq, yəni çox sevincliyəm. O istər mənə qədər belə çatdırmaq olmaz. Yəni özünü möhkəmləndirə biləcəksənmi yəni Neftçiyə? İşləmək lazımdır. Sağ olsunlar, məşqlərdə şans verirlər. Mən də üzərində işləyirəm. İnşallah hər şey yaxşı olar. Finalda rəqibimiz Qarabağdır. Çox çətin olmalıdır. Bərabər olacaq. Teşekkürler şu an. Çok sağ olun.